Axşamı xeyir. Doğruya doğru bu dəfə sosial-iqtisadi səhiyyə təhsil məsələlərindən birbaşa olmasa da əslində bunlarla sıx bağlı olan bir mövzudan bəhs edəcək. Belə ki, elmin sürətlə inkişaf etməsinə, kompüter informasiya texnologiyalarının nailiyyətlərinə, dünyada mədəni proseslərin, təfəkkür dəyişimlərinin baş verməsinə baxmayaraq, bizdə cəmiyyətin mentallığı orta əsr cəhalətinin vüsət alması ilə səciyyələnir. Belə ki, bir zamanlar maarifçilərin elmlə qamçıladığı, müəyyən bir zamanda isə bizim ancaq ədəbiyyat mövzusu kimi baxdığımız falçılar, ekstrasenslər, mistik dünya görüşü indi geniş auditoriyanı asanlıqla işğal etməkdədir. Bəs görəsən bu populyarlığı nə şərtləndirir? Doğrudan da toplum gələcəyini ancaq falçıların gözlərində görür. Falçıların, ekstrasenslərin, baxıcıların, paralel olaraq bunlara müraciət edənlərin sayının artması hansı psixoloji, sosial problemlərdən xəbər verir? Qonaqlarımız ekstrasens, parapsixoloq Nadim Əlixanov, psixoloq Elmir Əkbər, ilahiyyatçı Elşad Miri və sosiolog Cavid İmamoğludur. Xoş gəlmişsiniz. Gəlin əvvəlcə müzakirələrə keçməzdən əvvəl bir sujetə baxaq. Şəhərimizə bir dənə İrandan cadugar gəlib, Məstəli Şah. Onun əlindən heç nə qurtarmaz xanım. Bu xanımlar elə bilirlər ki, biz Qarabağda otura-otura Parij'i partladım, Musa-i Jordanın boğazını kəsiləcək. Mirzə Fətəli Axundov bu əsəri yazanda hələ 19-cu əsrin sonları idi və Azərbaycanda, eləcə də bir çox müsəlman ölkələrində dərviş, Məstəli şahlar cəmaatın savadsızlığından istifadə edib cadu piti ilə onların başını piyləyir, əlində ovucunda olanı da sümürməklə məşğul idi. Dövr ziyalıları o zaman bunu cahilliyin ayağına yazardılar və müxtəlif tamaşalarla xalqın gözünü açmağa çalışardılar. Həm gülür, həm də güldürürdülər. Elə indi də. Amma gülə-gülə də onların xidmətindən istifadə edənlər də az deyil. Bəşəriyyətin yaranmasının elmi sübutları üzərində baş sındırıldığı bir dönəmdə insanlar hələ də hansısa cadugarın, falçının, baxıcının suyundan, şamından, sapından imdad diləyir. Hansısa qeyri-adi görünməz güclərlə, cinlərlə, şeytanlarla işini düzüb qoşmağa can atırlar. Və bunlar heç də cahil və nadan insanlar deyirlər. Aralarında kifayət qədər populyar olan sənət adamı, elm xadimi, hətta dövlət qulluqçusu, məmuru da var. Vallahi hər təbəqənin insanları müraciət edir mənə. Hər təbəqənin. İstər show biznes aləmi olsun, istər çox yüksək səviyyəli vəzifəli insanlar olsun. İstifadə etdikləri xidmətlər isə sadəcə gülüş və ikrah doğurur. Özləri kifayət qədər elmə, biliyə sahib olsalar da, heç bir savadı olmayan birindən dərdlərinə dərman istəyirlər. Qız üçün gəlirlər, xəstəlik üçün gəlirlər. Ev, ailə problemi gəlirlər. Sadəcə bu mu? Doğrudanmı falçıya müraciət edənlərin hamısının niyyəti saf və təmizdir? Kim pisliklə gəlir, onlar bura gəlmir. Qabaq gəlirdilər. Kiminsə evini yıxmağa, kiminsə stolunu almağa. Həmişə yalnız mənim yanıma bir həzrət, yəni bir bələdçi kimi məsləhətə gəliblər. Ancaq durun falçı kimi, baxıcı kimi, ay sən yıxılıb pul taparsan, ay nə bilim, neyəsən, gəl mən sənə dua yazım, mən gülürəm belə şeylərə. Doğrudan da gülməlidir. Məsələn, cavanlığında toxunmadan öz enerjisinin gücü ilə 40 nəfəri birdən yıxdığını, göydə buludları dağıtdığını iddia edən Həzrəti Sabir kamera qarşısında bir seansı göstərməkdə aciz qaldı. Bu küləkli şərait mənə elə gəlir ki, onu yaxşı alınmaz. Və yaxud da falımıza baxmağı xahiş etdiyimiz Yeganə Zeynalova hansısa görünməz qüvvələrin buna icazə vermədiyini bəhanə elədi. Yox, mən indi sənin üçün burada baxmıram, mən sənə suallarına cavab verirəm. Kimə lazımdır? Qohumunu göndərsin, gəlsin, otursun, baxım onun üçün desin qohumunu. Bu baxıcılıq isə heç də ucuz başa gəlmir. İqtisadi və Sosial İnkişaf Mərkəzi vətəndaşların falçılara ödədiyi məbləği müəyyən etmək üçün Bakı şəhərində və 12 rayonda keçirdiyi sorğunun nəticəsinə görə il ərzində bir vətəndaşın falçıya ödədiyi məbləğ 100 manatdan 300 manata qədər dəyişir. Ən çox rast gəlinən məbləğ isə 300-400 manat olub. Hətta falçı xidmətinə 3000 manat ödəyənlər də az deyil. İl ərzində təxminən 200 milyon manat vəsait vətəndaşlarımız tərəfindən falçılar və digər xidmət göstərən şəxslərin xidmətinin istifadə üçün ödənilir. Kifayət qədər böyük rəqəmdir və bu rəqəmin böyük hissəsi vergiyə də cəlb edilmir. O zaman bəzi məmurlarımızın doğrudan da falçıların yanına getməsinə ehtiyac var. Amma fala baxmaq üçün yox, onların gəlirlərinə baxmaq üçün.
son vaxtlar sizlər belə vacib şəxslərə çevrilirsiniz? Yəni çoxsaylı insanların belə desək ümid yeri olmusunuz. Yəni ekstrasenslərdə doğrudanmı qeyri-adi bir qüvvə var ki, onun sayəsində hər şey etmək mümkündür? Ekstrasens hərdasa bir baxıcılığa aidiyyəti olan bir energiyadır. Yəni mən əsas Yəni qeyri-adi bir qüvvəsi olan insan. Parapsixologiyanı mən qutaranda mən bildim ki, bu ekstrasenslik bunun nə qədər dərəcədə parapsixologiya ilə çox uyğunluğu var. Yəni bu energiya içində olan bir insandır. Yəni ki, kim ki gedirsə, pul verirsə, pulla nəsə iş görürsə, mənə elə gəlir ki, o insanın şəxsi problemidir. Mən burada yenə deyirəm, millətə üz tutub deyirəm ki, mən heç bir adama burada yalvarmıram, demirəm, gəlsin, otursun, baxsın və də baxdırsın, ya da iş gördür hər hansı bir şey. Bu günlərdə çoxalıb da, doğrudan da bu hər bir binada 2 dənə baxıcı var. Məsələn, niyə çoxalıb? Niyə insanlar çox müraciət edir? Çoxları insanların müraciət eləyindən asıllı deyil. Sizdə bu olan bu qeyri-adi bir güclə, siz deyirsiniz ki, bir enerji var da, düzdürmü? Yəni söhbət ekstrasens gedirsə, ekstrasens var. İndi durdu burada baxıcılıqla kimsə pulları qazanır, nə edir? Yox, yəni söhbət sizdən gedir, indi sualıma cavabı olaraq o ümumi vəziyyətdə və sizə sualım bundan ibarətdir ki, sizdə olan o güclə, imkanla nə üzə çıxara bilmişsiniz? Burada o adamlar olsaydı, heç olması mən onlara deyərdim ki, sizə bunu eləmişəmmi deyə. Elmdə olmayan bir şey, yaxın günlərdə baş vermiş bir şeydən danışım. Çox var, indi bir dənə bir şey başa salım. Epilepsi xəstəliyinin müalicəsi yoxdur, düzdür? Yoxdur da, bu hamı bilir ki, yoxdur. Yox, elə deməyim. Üzr istəyirəm, müdaxilə eləyirəm. Amma cəmaat qulaq asır, o həm haqsız yerə və səhv yerə onlarda ümidsizlik yarada bilər. Anadan gəlmə epilepsin uşağının bəlkə var, epilepsiya xəstəsi təbii əlacı olmayan xəstəlik yoxdur, var, bəli, var. Epilepsiyanı sağaldan var, elmdə var. Mən elə işləmişdim. Yəni siz deyirsiniz ki, epilepsiyalı xəstələrə kömək eləmişsiniz? Yox, söhbət xəstələrdən getmir. Yaxın bir günlərdə 16-17 yaşda bir oğlan atası götürdü, gətirdi bizim yanımıza. Dedi ki, biz çox həkimə getmişik, filan yerə getmişik. Bu uşaq deyir, balacalıqdan, yəni 7 yaşından sonra deyir, başlayıb deyir, özündən getməyə, pis olmağa, deyir, hər yeri satmışıq, evi, işi, gücü, deyir, sağalda bilmirik. Sadəcə olaraq sizin kimi insanlara inanmırdıq, deyir. Prosta deyir, elə bir ümid yeri kimi deyir, axırıncı yeri olsun deyə uşaqda da deyir, gəlmişik. Onun ora gəlməyi Allahın istəyidir. O da göndərdi, onun üçün bəlkə bir qapı idi. Gələndən sonra bir seans keçirtdim, 1-2 seans keçirtdim. Demək olar ki, 7 ayda onlar mənim yanıma gəlir, gedir. Həkimə də gedirdi, hər yerə gedirdi də, oxuyur, tapmamışdı. Nəsə şəfa tapdı? 7 ayda hələ ki, onun mənim yanıma ikinci dəfə gəlib gedəndən sonra 7 ay o özündən getmir. Onda yaxşıdır. Belə bir şey var, çox şeylər var. Aydındır. Yəni, Elmin, nəzərə alsaq ki, bir çox tarixi təcrübələri biz müraciət edəndə, araşdırmalar zamanı görür ki, indiyə qədər heç bir ekstrasens, hər hansı bir qəza, təbii fəlakət, siyasi hadisə, müharibənin qabaqcadan deyə bilməyib. Yəni, onda demək olarmı ki, bu insanlar, insanların, belə desək, psixi durumu, xəstəlikləri, qorxular üzərində, istəkləri üzərində ixtisaslaşıblar. Yoxsa doğrudanmı bu ekstrasenslərdə, və yaxud da falçılar demək, baxıcı demək, görücü deyəkmi, yəni bu geniş kateqoriyalı insanlarda hansı bir ekstrasensor, telepatik bir qabiliyyətlərin olduğu sübut olunubdur? Akademik elmin bunların hamısına münasibəti istər astrologiya deyək, ekstrasensorika, parapsixologiya sözü özü psixologiya, yəni elmə aidiyyatı olmayan bilgilər, yəni informasiya toplumu deməkdir. Münasibəti bir mənalıdır. Yəni elm bunu qəbul eləmir və dünyanın heç bir universitetində Oxford, Cambridge, Harvard heç arasında belə bir tədris olunmur. Heç bir dünyada belə deyək məşhur klinikada elə bir ixtisas sənət sahibi yoxdur ki, ekstrasens, astroloq və yaxud da falçı otura nəsə bu xidmət göstərə. Onlardan dəfələrlə sonra yaranmış hadisələr elmdə öz təsdiqini tapıb qəbul olunur. Məsələn, fitoterapiya, bitkilərlə müalicə. Əslində bu da vaxtilə ora aid idi, amma onu elm araşdırdı. Bunun əsası oldu, elm qəbul elədi. Bunlardan da qədimdə var idi. 1000 il, 5000 il, 10.000 il. Amma hələ bunların elm tərəfindən heç bir təsdiqi tapılmır. Qəbul eləməmişdi deyir, o hansı ki, otla müalicə filan da. O vaxtlar ki, o
çox bilmişlər deyimmi, öncə görəcələrmi, onlar o vaxtında ondan istifadə edilərək kömək göstərirdi. Yəni bu da bir Allah oxunmamış bir adama verən bir vəhiy idi ki, bundan kömək, yəni o da özündən götürüb onu eləyirdi, elm də onu aşkarlandı. Vaxt gəldikcə mənə elə gəlir ki, bu çox şeylər var ki, elm onları da aşkarlanır. Amma burada hansı mexanizm işləyir, mən deyim sizə. Bax, siz nümunə gətirdiniz ki, epilepsiyalı xəstə gəlir, 7 ayda tutma olmayıbdır. Yenə də qayıdır gəlir həkimlərin səriştəsizliyinə və bəzən həkim savadsızlığına. Niyə görə? Çünki belə bir hal var, isteriya xəstəliyi var. Hansı ki, o eynən epilepsiya xəstəsinə oxşayan tutmaları olur. Amma epilepsiya deyil. Kənardan baxan elə bilir ki, epileptikdir. Gəlir, gedir, məsələn, həkim dərman yazır, təbii o müalicə eləməyəcəkdir. Çünki onun dərmanlıq xəstəliyi yoxdur. Amma ola bilsin, gedirlər ekstrasensin, falçının, öncə görücünün yanına. Bəli, onun, məsələn, o insana psixoloji, o çıldağa gedirlər, insana psixoloji təsir eləyir ki, mən düzəlməliyəm. Buna deyirlər bizdə insanların psixoloji yardıma ehtiyacı var əslində. Əslində psixoloji yardıma ehtiyacı var. Quranda da fala baxmaq, gələcəyi demək, yəni lənətlənir və bundan istifadə edənlər Allaha şək gətirənlər kimi də qəbul olunur. Amma elə bundan çıxış edərək bəzən deyirlər ki, əgər Quranda bu məsələdən bəhs olunursa, deməli dolayısıyla həm də bu belə bir qüvvələrin varlığı təsdiqlənir. Yəni doğrudanmı din bu qüvvələrin mövcudluğunu təsdiqləyir? Quran-ı Kərimdə Maidə surəsinin 3-cü ayəsində var. Fal oxları ilə qismət axtarmaq sizə haram edildi deyə. Ondan başqa, məsələn, başqa ayələrdə var ki, qeybi, yəni bilinməyən heç bir şeyi Allahdan başqa heç kim bilə bilməz. Yəni bütün bunlardan sonra insanın çıxıb hər hansısa bir ekstra senslə, yəni ekstra hisslərlə nə isə bildiyini iddia eləməsi və yaxud da nə isə bu cürə hər hansı bir şəkildə güya bu psixologiya yox, artıq parapsixoloq kimi müxtəlif adları yan-yana gətirib nəsə iddia eləməsi bu insanların artıq başqa formada insanları aldatmasıdır. Sizə bir şey deyim. Yəni qədimdən bəri olduğunu dedik, düzdürmü? Qədimdən bəri konkret adları var idi. Kahinlik və ərraflıq deyirdilər, seyirbazlıq deyirdilər, falçılıq deyirdilər. Bu günümüzə baxırıq, bu gün adına indi görücü deyən var, baxıcı deyən var, ekstrasens deyən var, parapsixoloq deyən var. Onda belə bir söz deyə bilir ki, adət dəyişməyib, alətlər dəyişib. Yəni bu günlərim ona görə insanlar müxtəlif formada biri, məsələn, mən Facebook şəbəkəsində bir video yaydım. Gəlir insan haqqında hər bir şey danışır. Danışandan sonra bunlara dərs verməkdən ötəri pərdəni açırlar və görürlər ki, orada insanlar oturub bu adamın adını deyəndən sonra Facebookda, Twitterda nə qədər məlumatları varsa ona deyirlər. Yəni bəzən insanlar bunu deyə bilir. İnsana vəhy olmaz. Peyğəmbərlərə ancaq vəhy olubdur və o da qutarıbdır. Axırıncı Peyğəmbər Muhammed Peyğəmbərdən sonra bu yekunlaşıb. Günümüzün insanı, müasir insan, elm insanı, həkimi, pirlərə, nə bilim, nəsə ocaqlara müraciət edirlər ki, oradan bunu əldə eləyəcəklər, sağlamlığı. Məsələn, pirlərə müraciət eləmək də doğru deyil, elə deyil mi? Əlbəttə, çünki pirlərə getməyə, o ölülərə gedir, deyir ki, ölü orada varkən bir dənə də diriyə də gedeyim və diriyə də o indi deyir ki, məsələn, insanlar var, deyir, evimi satıb, maşınını satıb, yəni bunları sataraq yenidən həmin insanlara bir qapı açırlar. Yəni bunun özü o deməkdir ki, insanımız hər nə qədər texnologiya sahəsində inkişaf eləsə də, gəzdirdiyi telefonlardır, kompüterlərdir, bunları inkişaf eləsə də, insanların həmin o daxili aləmində olan boşluq, dini boşluq, insanları bu cür həqiqi mənada şarlatanlara getməyə vadar edir. Yəni cəmiyyətdə o xurafata inananlara, mistik şuur daşıyıcının artması sosial vəziyyətdən, hələ o real usulla çətinləşən problemlərdən nə dərəcədə qaynaqlanır? Yəni insanlar çarəsizlikdənmi bu yola əl atırlar? Yəni niyə insanlar hansısa problemi həll etmək üçün məmurun qapısına yox, qeyri-adi dedik gücə sahib belə deyirlər də, yəni ki bu şəxslərin qapısına yollanırlar da. Yəni niyə ekstrasensin, falçıların qapısına gedirlər? Bu reportajdan da gördük ki, falçılar və yaxud da digər yollarla insanların həyatına müdaxilə etmək istəyənlər insanları aldatmaqla məşğuldurlar. Təbii ki, mən bütün ekstrasensləri fırıldaqçıdırlar deməyəcəm. Bir açıq qapı qoyaq. Bəlkə elə bir insan var ki, bəlkə elə bir insan qrupu var ki, tanıyırlar. Amma məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, əksəriyyəti fırıldaqçılıqla məşğuldur və problemlərin kökü gəlir çıxır hara? Problemlərin kökü gəlir çıxır bizim dövlətin bu problemə yanaşmasına. Baxın,
Dünyanın bir çox ölkələrində bu problem aktualdır. Biz bunu nə sosial problem bilirik, nə dini problem bilirik. Bütün bəli, bütün din nümayəndələri, Dünya ölkələrində, bütün dini nümayəndələri, Hər yerdə var da. bütün belə deyək də sosial təbəqənin nümayəndələri bu prosesi görürlər, yaşayırlar, aldanırlar da, aldadırlar da. Məsələ nədən ibarətdir? Sadəcə biz bu prosesi tənzimləməliyik. Yəni dövlət ya Braziliyadakı kimi bunu qanuniləşdirməlidir və bunun metodologiyasını ortalığa qoymalıdır. Bəli. Orada əxlaqsız qadınları qanuniləşdirib və onlara vergi götürürlər. Niyə qanuniləşdirməlidir? Məsələn, deyək ki, məsələn, bir falçı Elşad bəyin dediyi kimi Facebookdan bir insanı izləyir və sonra sən dünənləri filan restoranda olmusan deyib onun həyatına müdaxilə edirsə, bu artıq insan şəxsiyyət və ləyaqətinin alçaldılmasıdır. Və söhbət də ondan gedir ki, o halda artıq qanuni cəzalar müəyyənləşdirilməlidir. Və yaxud da dövlət bunu, necə dünyanın əksər ölkələrində belədir, qadağan eləməlidir. Azərbaycanda nə qadağan olunub, nə qanuniləşdirilib, qalmışıq bu vəziyyətdə. Tələbələrimdən biri dedi ki, hədəfim, məqsədim Türkiyədə oxumaq idi. Çatmışdım da, daxil olmuşdum, anam falçı yanına getdi. Falçı onunla dedi ki, oğlun Türkiyəyə getsə öləcək. Baxın, həmən tələbəm hal-hazırda qrupda ölü kimidir. Onu artıq Azərbaycanda oxuduğu təhsil müəssisəsi maraqlandırmır. Məni maraqlandıran bu həmən Azərbaycanlı gəncdir. İndi isə vaxt reklamındır, bizdən ayrılmayın. Hansı kontingentdə olan insanlar sizə müraciət edirlər də? Kimlərdir və bunlar kimlərdən ibarət? Deyir ki, müəllim, bu Quranda deyir ki, yazıb qadağandır. Biz onu qəşəng bilirik, qadağandır, günahdır. Mən günah olan, qadağan olan heç bir şey eləmirəm. Ona görə ki, cadu qəbul eləyib Quran var deyə. Məhəmməd Peyğəmbərimiz cadu eləyiblər, bizim yazıblar. Var elə Quranda deyil o. Hardadır bəs? Hədislərdir. Hədislərdədir. Heç bir surədə yazılmayıb ki, cadu var, Quran onu qəbul edir. Quran-ı Kərimdə heç bir yerdə Peyğəmbərimiz Muhammed əleyhissalama cadu edilməsi ilə bağlı heç bir ayə yoxdur. Qoy millət baxsın, onun cavabısı millət versin. Deyirsiniz ki, veh yoxdur, adları dəyişilmiş bir ekstrasens adları qoyub deyirlər. Bioenergiya var, bioenergiya var. Bioenergiya. Onu insanlar özlərindən ortaya atdıqları bir şeydir. Çox özür istəyirəm, çox özür istəyirəm. İnsanların klapanlarından elə bir avariya momentində, hər hansı bir momentində qulaq asda, mən fikrimi çatdırım, elə bir vaxt olur ki, hər hansı bir insan klapan tutulmazlığından o qeyri-adiləşir və onda qeyri şeyləri görmək. Ürək klapanları hardadır? İnsanın İnsan anatomiyası, beyində klapan yoxdur, ürəkdə var klapan. Mən sizə indi hər şey sübut eləyəcəm, sakit, yavaş-yavaş danışaq. Siz özünüzəsirsiniz, danışarkən əliniz əsir. Bəli. Ona görə istəyirəm ki, danışarkən sadəcə cəmaata ay niyə əsəbləşmiş deyil yox. Özünüz necə danışarkən. Çünki mən deyirəm ki, belə işitmişəmsə deyirəm, Quranda belə bir ayə yoxdursa, siz necə uydurma bir söz danışa bilərsiniz? Biz sakitcə danışırıq ki, var da, eşitmişəm ki, var. Bioenergiya sahəsindən danışıram və sizdən də soruşdum. Deyirsiniz ki, cadu vəbşə yoxdur deyirsiniz. Mən elə demədim. Görün cümləyi nə dedim? Dedim Peyğəmbərimiz Muhammed əleyhissalama mən sizdən soruşdum, cadu var ya yox. ilə bağlı Quran-ı Kərimdə heç bir ayə yoxdur. Şuara surəsində Musa əleyhissalamın vaxtında falçılarla olan mübahisəsindən bəhs olunur. Süleyman əleyhissalamın dövrü ilə bağlı cinlərdən və yaxud da şeytanları xidmət elətdirməsindən bəhs olunur. Yəni siz cadu nəyə deyirsiniz? Yəni cadu o depressiya deyirsiniz. Yox, vəbşə cadu deyən bir energetika var da, pis energetika yoxdur, insana kimsə yazsın, eləsin, belə bir şey soruşdum. Deyir, yoxdur. İndi mən suallar verirəm, mən də ixtiyarım var da. Bu belə. İkinci də, bu boyda böyük bir Rusiya dövləti, Ukrayna dövləti, Belarusiya dövləti, qeyri bir dövlətlər bioenergiya olan insanlar yığıb ekstrasens adını qoyaraq bunları yoxlayan bir qurum mu deyim, bu həm də ki orada həkimlərə, professor adı var. Belə bir şeylər var. Belə deyim də, nəticəsi alınmasa o böyle verilişləri qoymasınlar. Soruşuram da, siz mənim sualıma cavab verin, xahiş edirəm ki, sizə kimlər müraciət edirlər? Əsasən hansı problemlərlə üz tuturlar sizə? Müraciət bizə hər cür təbəqədən eləyirlər.
Demək olar ki, dini xadimlərin özündən, hansı ki, mən bilirəm bəzi ki, dini xadimlər gedib məclis aparan mollalar, həcə gedib gələn kişilər, bəli, bunlar da var, həkimlər də var, dövlət elə bir qurum adamlar da var, müğənnilər də var. Mən ad heç vaxt çəkmək istəmirəm, var, hər yerdən var. Və problemin də nəticəsini də demək olar ki, həll olunur və çox sağ olun da deyir. Aha. Bax, indi biz sadə insanları biz başa düşürük də, hansısa bir problemləri var, sosial vəziyyətlər çətindir. Bəs bu məmurlar niyə sizə üst tuturlar? Valla, niyə üst tuturlar bu efir qabağında? Məmur mənə sabah evimə gələndə deyəcək ki, Nadim, mənim adımın orada niyə çıxım? Məmurlar... Yəni bunu ümumiləşdirsə, yəni onların problemləri nədir? Onlar narahatlıqlar nədən ibarətdir? Onu təbii ki, siz də bilməlisiniz ki, niyə? Mən ekstrasens deyiləm, deyə bilmərəm. Yox, bir insan problemləri olanda, hər cür problem olanda. Problem olanda gəlir də, bizim üçün üzr istəyirəm. İş gedəndə gəlir. Bizdə belə bir fikir formalaşır ki, məmurların problemləri yoxdur. Ona görə dedim ki, onların bəzilərinin uşaqları xəstə olur. Bəziləri uşaqlardan ötürü gəlir. Bəziləri, məsəl üçün, vəzifədə hər hansı problemlər baş verir, işlə əlaqədə gəlir, baxır, kömək istəyir ki, necə eləsə yaxşı olar, yol göstəririk. Ev sata bilmir, neçə illərlə də gəlir, nəsə eləyir. Bunun nəticədə 2 aya, 1 aya, 4 aya satır. Niyə gəlir? Maklerə getsin də. Gedir də maklerə. O satamır, gəlirsə siz satırsınız. Yox, biz satmırıq. Maklerə gedir, ildir, 2 ildir gedir. Bu yaxınlarda olub da, elə bir neçədən adam. Maklerə gedir, ildir, 2 ildir, ev sata bilmir. Siz maklerə eləyib satmırsınız. Yox, onu Allahın işinə qarışmır. Mən maklerlik eləmirəm. Mən nə edirəm özüm bilirəm də. Bu günlərim sizin elədiyiniz parapsixoloqluqdur. Bu günlərim elədiyiniz adını nə qoyursa qoyun. Onun yanına gedən deyir, Muhammədə göndəriləni, yəni Quranı inkar eləmiş olur. Başqa bir hədisində deyir ki, ora gedən, buna baxan, eləyən insanlar da bizdən deyil. Bu bilirsiniz nə demək? Mən nə edirəm? Bu həmin insanı İslamdan çıxaran səbəblərdən biridir. Mənim işim onda nədir? Sizin işiniz bu günlərim şarlatanlıqdır, fırıldaqçılıqdır, insanları aldatmaqdır. İnsanın üçün ki, baxın, elm adamı ola bilər. O heç vaxt heç kim onu aldada bilməz. Amma insanı biraz problemi varsa, müəyyən çətinliyi varsa, bu adam nəsə, bir məsələ üçün gəlirsə, o insan onsuz da məğlub insandır. Çox üzr istəyirəm. Həmin o məğlub insan siz istifadə edib, cibindəkinə göz tikib, əldə eləyib, o insana ümid satmaqla dolanan insanlarsınız. Təzyiqi olana filan dərman verir, təzyiqi düşür. Və siz hansı üsulla, hansı texnika ilə o xidmətinizi göstərirsiniz insanlara? Biz həmən momentində, həmən insana baxanda, həmən problemi bizə qane olanda, o problemi aradan qaldırmaq üçün bizə nə vəh gətirsin, nə güzə göstəriş gəlsə və o yollarda... İnformasiya gəlir də sizə, Nadiməm. O informasiya necə gəlir? Ani olur? O qeyri-adi bir hallarda gələ bilər. Məsələn, biz özümüzü zastavət eləyə bilərik beləsəl üçün. Otururuq, elə olur ki, bir şey deyirsiniz ki, birə bax gör məndə nə görürsən də. Mən dururam saatlarla, adi bir saatlarla oturduqca ya bir səs halında, ya bir şəkil halında bir şey gəlir ki, mən də onu özümdə analiz edirəm. İndi birdən, məsələn, insanlar gəlir sizin yanınıza, həmən anda da, həmən informasiya gəlmir. Onda nə edirsiniz, aldadırsınız yoxsa yox? Yox, siz gəlirsiniz yanıma, düzdür, bir saat yarım sizin üçün vaxt eləyirəm. Mən bilirəm ki, mən bugün otururam evdə, sadəcə olaraq özümü trans halına salaram, özümü və deməli, siz əvvəlcədən artıq bilirsiniz ki, kimlər gələcək sizin yanınıza, yoxsa yox? Siz niyə sözü fırladırsınız? Yox, siz dediniz ki, mən bilirəm ki, əvvəl gələcəklər, özümü bu vəziyyətə hazır edirəm. Mən deyirəm ki, bugün mən 5 dənə adam qəbul edirəmsə, bugün mənim yanıma 5 dənə adam gələcək, düzdür? Zəng edir ki, Nadim istəyirəm, deyirəm, yaxşı gəl. Onun problemi görüb deyə bilirəmsə, mən onu kömək eləyə bilirəm. Görə bilmirəmsə deyirəm, mən heç nə görə bilmirəm, mənə gəlmədi. O da durur, deyir, başa düşür, pul da almıram, heç nə deyir. Amma həll eləsəz pul alırsınız da. Nə versə onu alıram. Aydındır, yəni... Niyə görə də o üzr istəyirəm, çoxlu pul verməsin birinci ki, əgər mən onun hər hansı... Bu yaxınlarda bizim bir dənə çox böyük bir biznesmenin, ad çəkməyəcən adamın oğlu Moskvada da qəzetlərdə çıxmışdı, itmişdi. Ona kim bəs kömək eləyərək? Daxili İşlər Nazirliyi. Daxili İşlər Nazirliyinə gedənə kimi bu banditin əlində idi. Ona yol göstərən kim oldu ki, get sən... Siz banditə zəng elədiniz ki, bıraxın onu. Yox. Neynədiniz? Qulaq üstüyüm də. Bu oğlu banditin əlində olanda qorxur ki, mənim oğlum bəlkə mən hansısa polis orqanına deyəndə bəlkə bilər, öldürər. Mən də dedim ki, siz şikayətli öldürən deyil. Bu özü mənə onun verdiyi bir ruhdur. Bir gücdür ki,
siz ilə, yəni Quran-Kərimdə ayə var ki, ruhlar heç bir zaman yer üzündən qayıtmırlar. Çünki Ruh onlarla deyən insanlar insana bir ruh bərzaq var, mane var. Hər şeydən söz qoşur. İnsana əhval-ruhiyyə deyən bir şey var. Mən onu dedim ki, yəni qorxu götürdüm ki, mən özümə inandıraraq qorxu götürdüm ki, siz get şikayət ilə sizin uşağınız tapılacaq. Ekstrasenslər, bilicilər insanları daha doğrusu geniş əhali kütləsini necə nəzarətdə saxlaya bilirlər? Yəni onlar insanlara elmindir, dinindir, başqa səhiyyənindir deyə, başqa bir sahələrin də verə bilmədiyi nəyi verə bilirlər? Yəni bunun bu prosesin, bu fəaliyyətin o bioloji, psixoloji əsasları varmı? Mən deyim sizə ki, bu təbii ki, cəmiyyətin maarifindən çox şey asılıdır. Bu dəqiqə Skandinaviya ölkələrində bu problemlər yoxdur, aktual deyil. İnsan həmişə bilmədiyi şeyin qarşısında aciz bilir özünü, qorxur. Yəni sabah nə olacaqdı, ondan ehtiyat edir. Ələlxüsus problem halı yaşayanda, onda onun həyata baxışı, ruhunda bu dəyişiklik baş verir. Və o çox asan, məsələn, qaraçı falçıları neynirlər? Onlar kütləyə çıxırlar, artıq baxanda bilir ki, bu insanların hansı həyəcanlı, narahat, sıxıntılı vəziyyətdədir. Onlarda artıq illərlə bu praktik bir vərdişə çevirir və yaxınlaşır, deyir sənin problemin var və hər onun sözündən bilir ki, dediyi söz düzdür, yoxsa səhvdir. Yəni insanların qorxuları, insanların məlumatsızlıqları, insanların maarifsizliyindən və bir də cəmiyyətdə ictimai mövqeyin olmamağından irəli gəlir. Gəlin yaddan çıxartmayaq ki, insanların ruhi xəstəlikləri çox geniş spektra malikdir. 90-cı illərdə ən güclü, ən üzr istəyirəm də belə məşhur ekstrasenslər, parapsixoloqlar, falçılar indi hardadır? Maşdağa bir sayılı ruhi xəstəxanasında müalicə alırlar. Aydındır, yəni bu vəziyyəti doğuran təbii ki, bir çox səbəblər var. Siz dediyiniz olmaqla yanaşı. Cavid müəllim, yəni bu günlərim cəmiyyətdə o təhsilin aşağı düşməsi, təhsilsizlik belə desək, insanların oxumağa meylinin azalması bu vəziyyəti nə dərəcədə şərtləndirir? Azərbaycanda bütün problemlərin kökündə yoxsulluq durur. Amma bir dənə bu problemdən başqa. Bu problemin də kökündə yoxsulluqdur, amma o düşüncə yoxsulluğudur. Əslində yoxsulluq təkcə ac qalmaqla ölçülür. Yoxsulluq böyük bir anlayışdır. Elə burada təhsilsizlik də yoxsulluq anlayışına daxildir. Düşüncəsi yoxsul olan cəmiyyətdə, mən cəmiyyətimizi düşüncəsiz bilmirəm, nə də ki, belə deyək də, o nöqteyi nəzərdən yoxsul hesab eləmirəm. Amma biz imkan verməliyik ki, cəmiyyətdəki insanlar təfəkkür nöqteyi nəzərindən, ağıl nöqteyi nəzərindən inkişaf eləsinlər. Baxın, Aristoteldən sual verirlər, həyat nədir? Cavabında nə deyir? Deyir, həyat ağlın hərəkətindən ibarətdir. Yəni, insan təhsil ala bilər, amma onun ağlında hərəkət gəlməyəcəksə, yəni ağlı hərəkətə gəlməyəcəksə, yəni düşünə bilməyəcəksə, o yaxşı ilə pisi, sonra sirlə realı, mistika ilə ağlı ayıra bilməyəcək bir-birindən. Biz insanımızı kömək eləməliyik, gücləndirməliyik ki, təfəkkürü inkişaf eləsin. Biz bu günləri falçılıqdan əziyyət çəkən insanlara kömək eləmək istəyirik. Bu bizim istəyimizdir. Hamı burada 4 nəfər, 5 nəfər oturmuşuq, hamı bunu istəyir. Bəli, məsələ nədən ibarətdir? Söhbət ondan gedir ki, əgər biz bunu həll eləmək istəsək, burada yanaşmanı elə qoymalıyıq ki, sistemli və ekoloji yanaşma. Bu nədən ibarətdir? Biz bir fərdə deyirik ki, məsələn, getmə falçı yanına, ağlın olsun. Və yaxud da hər hansı bir fərd hal-hazırda bizə televiziyadan baxır, düşünür ki, doğrudan Elşad Mirinin, Elmir Ələkbərin dedikləri həqiqətən də ağla batdı. Neynəyəm, getmirəm. Gəlir anasına ki, ayma, getməyəcəm daha falçı yanına. Anası deyir, otur. Filankəsin qızının problemini falçı həll eləmədi. Deməli, bizim işimiz həm fərdin əhatə elədiyi mühiti, eyni zamanda maarifləndirici təbliğatlarla bunu aparmaq və üçüncü məsələ dövlətin yanaşması. Dövlət bu günləri xidmət sektorunda səviyyəni artırsa, yəni Azərbaycan insanının ruhi problemini və yaxud da mənəvi problemini həll eləyə bilsə, məsələn, yaxşı peşəkar psixoloqlar olsa, yaxşı peşəkar həkimlər olsa, yaxşı peşəkar, deyək ki, reabilitoloqlar olsa, niyə Azərbaycan insanı gedib falçıya müraciət eləməlidir? Ağıldan kənar bir prosesə. Bir tərəfdən, məsəl üçün, din bu prosesə, yəni falçılar deyək, ekstrasenslər deyək, bu prosesə qarşı qoyulur. Amma bir paradoksal vəziyyət də var ki, belə bir fikirlər söylənir ki, məsəl üçün, dinə inananların, belə desə, indi nə qədər səmimidir, qeyri-səmimiyə bölmürük bunu. Dinə inanan insanların artması ilə bir xurafata meyillik də artır və belə desə, belə hallara təkan da verir. Yəni, bu
niyə olur? Məsələn, niyə insanlar molla, baxıcı ilə dini bir arada görürlər? Biznesmeni iqtisadi sahələrlə aldada bilməzsiniz. Və yaxud da hər hansısa bir tarixçini başqa bir tarixi faktlarla və yaxud da fakt kimi dırnaqarası olan məsələlərlə aldada bilməzsiniz. Amma insan necə aldada bilərsiniz? Din adı altında. Yəni bu günlərim aldadılan insanlar həqiqətən din adı altında aldanmağa məruz qalan insanlardır. Hətta Quran-ı Kərimdə Allah deyir ki, Allahla aldadanlar. Və bu günlərimdə həqiqətən görürəm dindar olaraq, ilahiyyatçı olaraq bəzən təqdim olunan şəxslər mollaları, axundları gətirir, müəyyən dırnaqarası fala baxan, istixarə ilə məşğul olan insanları bu cürə təqdim edirlər cəmiyyətə. Cəmiyyət də onun dediyini, həqiqətən Allahın dediyi kimi qəbul elədiyinə görə, Quranın əslindən, Peyğəmbərin səhih hədislərindən öyrənmədiyinə görə yanlış yollara gedir. Məsələn, insanın birinə deyirsən ki, gedib dua yazdırmaq İslamda yoxdur, Peyğəmbər heç bir zaman eləməyib, səhabələri eləməyib. Bunu nəyinə əsaslandırırsınız? Quranda yoxdur. Deyir, mən bundan məsələn hər hansı bir ümid bəsləyirəm. İslamda olmayan şeyi gedib eləyirsə buna nə ad verəsiniz? Və bu günlərim deyək ki, hər hansısa bir pirlərə gedib, pirlərin vasitəsilə Allahdan istəmək. Ondan sonra gedib hər hansısa bir yaşayan seyidlərə gedib, onların vasitəsilə insanlardan istəmək. Bəli, şəkər tozu ilə baxan və özünü seyid adlandıran insana bütün bunlar həqiqətən daha modern və din adı altında verilənidir. Millət var ki, pirlərə gedir. Bir mövsümağa gedir, kömək olur orada, cəhdindən kömək tapır, qeyri. İndi siz deyirsiniz ki, belə yerlərə getməməlidir. Ümumiyyətlə, İslam dinində... Burada hər hansı bir qüvvə yoxdur demək istəyirsiniz. Xeyr, heç bir qüvvə yoxdur. Heç bir güc yoxdur. Quran-ı Kərimdə Allah buyurur ki, ölülərdən istəmək anlayışı yoxdur. Ölüdən istəmirlər. Orada da Allahı ziyarət edir. Allahdan kömək istəyir. Buna Allah Quran-ı Kərimdə deyir ki, Allahdan ancaq Allahın adları ilə salih əməllərlə istəyə bilərsiniz. O hansı ki, mücüzələr ki, həyatda baş verir. Möcüzə peyğəmbərlərdən başqasında olmur. Bilmədən danışmayın. Bir maraqlı bir məsələ çıxıb doğrudan Elşad bəy deyir ki, la ilahə illallah və başqa heç nə. Və bir tərəfdən də insanlar deyir ki, pirə gedirlər və Azərbaycan insanı doğrudan da bu günləri qohumlarımız, yaxınlarımız pirə gedirlər, gəlirlər və belə deyək də oradan heç kəs də belə deyək ziyan görmür nəticə etibarilə. Söhbət nədən gedir? Söhbət bundan gedir ki, bəli bu günləri la ilahə illallahı eşidən Azərbaycan insanı falsiyanla gedir. Elşad bəy düz deyir, insan Allah falan, amma Allah bizim həyatımıza daxil ola bilmir və imkan verməyiblər bu prosesə ki, din bizim əməlimizə daxil olsun. Biz nə etməliyik? Bu yola gedənlər bu Allahsız insanlardır da. Məsələ Allahsızlıqdan getmir. Allahı bilmədən, dini bilmədən gedir. İndi isə vaxt reklamındır, bizdən ayrılmayın. Siz deyirsiniz ki, insan bir qüvvəyə sahib deyil. Yəni, fərqli olaraq sizdən yoxdur belə bir şey deyirsiniz. İnsan qüvvəyə sahibdir. Allah Taala hər bir insana istedad verir. Nə istedad verir? Sözü qoyun deyim. Ekstrasens sözü. O söz aləmində o sözü qoyub da bir qüvvənin adına qoyub. Yüksək hissiyat, bəli, yüksək hissiyat kimlərdə var? Bəstəkarlarda, şairlərdə. Amma onlar gələcəkdən xəbər vermirlər. O insanın istedadından sonra gelir. Və mən sizə bir sual verim icazənizlə. Bayaqdan sual verirsiniz və deyirsiniz ki, bilmək, görmək. Təbii ki, xəstə həkimin yanına kimsə gedər, yox. Ağlı kəm müəllimin yanına uşaq qoyarlar, yox. Amma misalı hamımızdan İraq, sizdən də hamımızdan da İraq. Bax, bura gələrkən bu verilişə bir xətanız, səhv addım attığınıza görə bir kataklizma nəticəsində xeyli müddət gecikəsi oldunuz. Əgər sizdə o yüksək hissiyat, ekstrasensorika, ya parapsixoloji üsullarla siz bunları bilə bilərdinizsə, niyə görə siz bilmədiniz ki, mən buradan getməyim? Çünki bura getmək 2 saat məni geri salır. Başqa yol var. Deyim, cavabı verim. Mən özümü, siz danışarsınız, özümü sakit tutaram. 1, 2, 3 dəqiqə, 5 dəqiqə özümü toparlayaram. Sizin barədə 1-2 dənə konkret fakt deyəcəm. Niyə? Ona görə ki, o momentdə mən özümü o informasiya almaqdan ötürü məcbur eləyirəm. Hər hansı bir trans halında bir şey var. Ələ bir halına girirəm. 1-2 dənə şey deyəcəm. Və düzgün desə, siz kişi kimi boyuna alarsınız. Siz düz desəz deyərəm ki, bəli, düz. Onda deyərsiniz ki, məndə hər hansı bir qüvvə var. Ancaq yolda mən rol gedə-gedə mən trans halına girib necə olacaq? Çox maraqlı bayaq açıqlama, elan verdiniz və bizə baxan tamaşaçılar və sizdən, mən özüm də bir tamaşaçı kimi, sizdən gözləyirəm onu. Siz Elmirə dediniz ki, mən sizə fakt söyləyəcəm və siz də onu təsdiqləyəcəksiniz. Bir fakt da gələn ki, mən onu dedim, bir uşaq var, indi bilmirəm, boyuna alar almaz. Uşağı görürəm, bir balaca.
Var mı Başqalarının da Yox, hə, yox. hamısını desin, sonra mən bir Yox, yox. Siz hər bir suala, mən hamısını belə görüb oxumuram. Facebookda dedim yayınla da onu. Yox, yox. Siz Facebookda yayımısınız. Eşat mənim Yox, yayımısınız. Xeyr, mən yaymamışam. yaymayın. Ona görə ki, mənim uşağım filan yox. Mən Facebookda hər hansı bir informasiya bu günə kimi almışam. Xoş sizin dediyi Allah mənim gözüm. Gəlin çıxmayaq, gəlin kənara çıxmayaq. Dediniz, uşağı var. Düzdürmü? Başa düşdüm. Amma Elvin mənim deyir, uşağım yoxdur. Uşağım yoxdur, mənim uşağım Allah'a yoxdur. Allah hamd olsun mənim uşağım Mən elə yoxdur. görürüm. Yəni yaxşı. Balaca uşaq. Onda başqa bir şey. Başqa da nə deyirsən? Eşat mənim Birdən trasa girib çıxanmasa biabırçılıq Eşat olur. mənim, xahiş edirəm. 5 mərtəbəli ev. 5 ev deyəndə 5 mərtəbə ev. Bu yasamal ərazilərində var sizdə? Mən bir 2-3 dəfə olubdur ki, günə baxan verilişində demişəm ki, o 5 mərtəbəli xruşşovkalarda yaşayıram və qar yağmışdı yasamalda. Bu da oradan işitmiş olaram. Çünki İlqar Mikayıloğlu ilə bir binada yaşayırıq biz. Dəfələrlə bunu ictimai müzakirə eləmişik. Onu efirdə 3 dəfə ən azı, məsələn, qar yağanda biz bunu müzakirə eləmişik. Mənim haqqımda buyur deyəcəm. Yox, mən elmlə mübahisəyə girmişəm, onun trasına halına girib özümə əziyyət verir. Girə bilirsənsə gir. Ay qardaş, mən sizə bir söz deyim. Burada deyil ki, vaxt azdır. Mən də özüm zastavitlərini bunun energetika götürməyə. Bu elə bir şey deyil, belə kitab deyil oxuyub. Götürərəm, vaxt mənə, ay qardaş, buyur deyirsiniz. Siz mənə nə desə də yox deyəcəksiniz. Ən azından mən bunu... Yox deməyəcəm, niyə deyirəm ki, mən bütün hər şeyi Facebookda yayıram. Nə fərq var ki, ona dedim, sizə dedim. Səhv çıxdı da. Səhv çıxmadı, deyir ki, var da 5 mərtəbələrdə var. Azərbaycanda ya 5 mərtəbədə, ya 9 mərtəbədə. Biz sizinlə eyni supermarketdən bazarlıq edirik. Çünki orada satıcı mənə deyirdi ki, siz o tərəfdə hardasa bir müddət kirədə qalmışdınız. Satıcı mənə demişdi, yəni açığın deyim sizə. Mən nə desəm də görürsünüz psixoloji cəhətindən 30-dur o. Xeyr, xeyr. Faktı deyil. Estağfurullah, yox. Faktı nə faktı deyirsiniz? 6 ilə 2 nömrə gəlir. Bina deyirsiniz, Xruşovkada deyir demişəm. Ya ikinci mərtəbədə qalırsınız. 6 orada olmamalıdır, əgər 5 mərtəbədən söhbət gedirsə. 6-cı blok 2-ci mərtəbə. Mən orada mütəmadi qalmıram, amma orada mən çox tez-tez oluram və bunu da istənilən zəng vuran görüşəcəyimiz insanlara biz həmişə deyirəm ki, məsələn, gəlin 6-cı Qardaş, var sizə aid olan belə bir yer? O, bilirsiniz, o rəsmi informasiyadır. Bugün kimsə mənlə intervyu götürməyə gələndə jurnalistlər, özüm deyirəm ki, 6-cı blok, 2-ci mərtəbə. Bu rəsmi məlumatdır. Siz mənə rəsmi olmayan məlumat verin, zəhmət olmaz. Bu da rəsmi məlumatdır. Siz sabah deyə bilərsiniz ki, hə, mən filan rayonda doğulmuşam. Bunlar rəsmi məlumatlardır. Su ilə başlayan dayı var sizin. Kişi kimi boyuna al. Su ilə başlayan mənim, bəli, bir kifayət qədər məşhurdur və onu mən yenə deyirəm, onun haqqında mən o qədər danışmışam hər yer. Su ilə başlayan, su. Mən Azərbaycana 1 il, 2 ay, 3 ayda qayıtmışam. Şəxsi informasiya verin, bəli. Mən belə başa düşdüm ki, Elmir müəllimin qənaəti bu oldu ki, onun haqqında söylədiyiniz informasiyalar vaxtilə kütləvi informasiya vasitələrində yayımladığım dediyim sözlər olubdu. Təkcə bir evrak məsələsindən heç arada deyiləm. Allaha inanırsınız. Allah o adamın göz tutulsun ki, yalan danışıb. Mənim o informasiyalardan xəbərim var idi. Yəni, bu öyrəndirmədir. Deməli, informasiyaları nəsə söylədi. Amma məsələ reallıq bundan ibarətdir ki, bugün insanlar sizin yanınıza, psixolog yanına gəlmirlər. Psixoterapevt yanına getmirlər. Psixoloji mərkəzlərə, psixoloji xidmətlərdən istifadə eləmirlər. Niyə? Çünki həkimlər, psixoloq adlandıran insanların böyük əksəriyyəti var ki, heç məsələn, televiziyaya da çıxır, heç bir ali təhsili yoxdur. Və insanlara da kömək eləyəndə xeyir əvəzinə ziyan eləyir. Amma ən azından bir çox hallarda, məsələn, ekstrasenslər çalışırlar ki, kömək eləyə bilməsə də ziyan da eləməsin. Orta neytral bir mövqeyi tuturlar. Elə bir mövqeyi ki, bu insana o qədər də ziyan eləmir. Bax, bu birinci əsas problem savadsızlıq problemidir ki, cəmiyyətdə baş verən məlumatsızlıq, savadsızlıq. Və bir şey də deyim, Allaha and içmə məsələsini deyirsiniz. Tarixən həmişə olubdur rəmmallar, kahinlər və onlar heç vaxt hətta müsəlman ölkələrində şahların yanında olubdular, heç biri İslam dinində olmayıbdular. Onlar hindust və yaxud da qeyri-dinlərdə olubdular. Biz süjetə də baxdıq və gördük ki, 200 milyon manat, yəni haradasa bəlkə də bu dəqiq rəqəm olmaya bilər, çünki bu rəsmi rəqəmlərə əsas, rəsmi məlumatlara əsaslanaraq hesablanmış bir rəqəm idi. 200 milyon manat keçən il insanlar bu şəxslərə ödəyiblər. Qanunvericilikdə bu şəxslər
şəxslərin fəaliyyətini tənzimləyən xüsusi bir maddə yoxdur. Yəni nə edilməlidir? Doğrudan mı legitimləşdirilməlidir fəaliyyət? Legitimləşdirilməsi bir mənada o cəza prosesini yaxşılaşdıra bilər. Məsələn, ola bilsin ki, Yəni nəzarət. Bəli, Elmir müəllimin həyatında müdaxilə var. Onun evində kamera quraşdırılıb və yaxud hər hansı bir formada onun haqqında məlumat öyrənilib. Bunun qabağını almaq üçün bəli, heç kəsə bu haqq verilməyib ki, kiminsə şəxsiyyətinə müdaxilə etsin. Falsı və yaxud da digər olmasından asılı olmaz. Bizim üçün önəmli deyil, ekstrasens düzdür, səhvdir, səhvdirsə niyə səhvdir, düzdürsə niyə səhvdir. Bizim üçün önəmli olur ki, niyə Azərbaycan insanı falsıya gedir, müraciət edir? Niyə gedir? Biz bu günləri, bu sualın cavabını versək, tapsaq, birincisi bunun psixoloji, sosioloji və dini istiqamətdən cavabları var ki, mən çox istəyərdim ki, hər birimiz bu sahə üzrə cavablarımızı verək. Ən birinci məsələ insanın nə idi? İnsan öz problemini belə deyək də çox asanlıqla, yaxşı, rahat yolla həll eləməyə çalışır. Bəli, sehirli çubuq vasitəsilə həll eləməyə çalışır. Məsələn, insan istəmir ki, problemi barəsində düşünsün və o problemi həll eləsin. Halbuki insan modern dünyada, bu modernizmin sözüdür. Modern dünyada elə bir problem, yəni məsələ yoxdur ki, onun həll variantı olmasın. Facebookda bir sorğu qoydum falsılıqla bağlı. Mənə privata, yəni şəxsiyə bir cavablar gəldi. Təsəvvür elə bilərsiniz. Adətən də bu Azərbaycanda baş verən hadisələrdir. Yəni şimal zonası ilə cənub zonası, yəni şimal zonası cənub zonasından qız alanda artıq şimal zonasının məsələn atası, anası ki, yəni ərin atası, belə deyək də, anası və bacıları gəlini qısqanırlar və qısqanclıq prosesi səbəb olur ki, onlar belə deyək də övladlarının ananın nəzərində hələ övladdır o kişi. Övladlarının pulunun, varlığının, mənəviyyatının ailəyə yox, məhz onlara xərclənməsi üçün gedirlər cadugərlər yanına və onun pulunu, dilini, belə deyək də, ağzını bağlamağa çalışırlar ki, o diqqətini ailəyə yox, məsələn, deyək ki, anaya və bacısına sərf eləsin. Bunlar real problemlərdir Azərbaycanda. Mənim yanıma gəlib, mənim onunla oturub söhbət eləyən adamlar hər sahədəndir. Onlar heç də sizdən zəif düşüncəli adamlar deyil. Əgər onlar varsa, onlar o postları tutubsa, onlar özü siz deyənə kimi bu işlərə baxıb həll eləyəcəkdir. Qoy mənim cinlərim insanlara yaxşılıq eləsin. Siz axı insana necə kömək eləyirsiniz? Bilirsiniz, niyə mən də deyirəm ki, çox şeylər. Mən ürək doktor deyiləm ki, ürəyə kömək eləyim. Hər bir insanın bir cür problemi var. Hər bir insan, hər bir problemi də biz görüb kömək eləyə bilmirik. Nəyin qabağını almalıyıq? Bu şarlatanlara gedənlərə, şarlatanların qabağını almalıyıq. Bunun da yolu nədir? İnsanlar öz real problemlərinin, həllinin harada olduğunu bilməlidirlər. İnsanlar bilməlidirlər ki, real problemlərin həlli... Bu efirə çıxır. Çox adamlar var ki, deyir ki, mən elə yerə getmirəm, and olsun, anamın əziz canında gəlib mənim qabağında oturur. Bir deyil, iki deyil, üç deyil. Getmirəm, bir gəlib oturur qabağında. Nə etməliyik ki, insanlar yəni öz talilərini falçılara, ekstrasenslərə, qeyri-real qüvvələrə istinad eləməsin, yəni ona ümid eləyib həll eləməsinlər. Daha doğrusu real görsünlər və real həll eləsinlər. Nə etməliyik? Niyə görə Kanadada getmirlər? Ona görə ki, orada güclü səhiyyə var. Ona görə ki, orada insanlar bilirlər, problem olanda hara müraciət eləmək lazımdır. Psixoterapevtəmi, həkiməmi müraciət eləməlidir, başqa bir sahəyə müraciət eləməlidir. O yerdəki elm zəifdir, o yerdəki məlumatsızlıqdır, o yerdəki qara güruhçuluq və xurafat hökm sürür. Nə qədər ki bu olacaq, o qədər də ekstrasenslər olacaq. Bir sözlə, insanın taliyi doğrudan da onun öz əlindədir. Amma bu əlini falçılara açıb gələcəyini onların dediklərinə uyğun müəyyənləşdirmə anlamına gəlmir. Biz hamımız öz problemimizi həll etmək üçün əlimizdən gələni etməliyik. Bunun üçün də elmin, maarifin, haqqın izi ilə getməliyik. Doğru yolla addımlamağımız arzusu ilə salamat qalın.